Euzu billahi mineşşeytanirracim. Pənah parəm Allah'a şeytanın şərrilərindən. Məsəlluhum onların misali kəməsəli o kəsin misaline bənzər ki, əlləzi belə ki istəvqədə yandıra naren bir oti fələmma pəs mövqeyi ki əzaət ışıqlanar ma həvləhu onun ətrafı zəhəbəllah aparar Allah be nurihim onların ışıqlıqların və tərəkəhum və boşlar onları fi zulumatin qaranlıqda la yubsirun görməzlər sümmün bükmun ömyün kardırlar laldılar kördülər fəhum la yerciun pəs onlar gitməzlər ev ya kəsəyyibin o yağışın misali ki minəs səmai göydən fihi ondadır zulmatun qaranlıq və rədun və bərqun və ıldırım yecəlunə qərar verərlər əsabəhum parmaqların fi azanihim qulaqlarına minəs səvaiqi saiqədən ötü həzərəl mevt ölümün qorxusundan vəllahu və Allah muhitun bil kafirin ihat eləyəndir kafirlər üçün yəkad o yaxın olar bərqo ıldırım yəxtəfu apara əbsarəhum onların görməklıqların kulləmə hər mövqə əzaə ışıqlanar ləhum onlar üçün məşəv qədəm vurarlar fihi onda və iza və zamani ki əzləmə qaranlıqlaşar əleyhim onlar üçün qamu dayanarlar və ləv və əgər şaəllah istəyə Allah ləzəbə hər ayinə aparar besəmihim onların eşitməklıqların və əbsarihim və görməklıqların İnnəlləhə bidüstü ki Allah əla kulli şeyin qədir hər şeyə qadirdir. Ya əyyuhən nasu ey cəmaət u'budu ibadət eləyin Rəbbəkum pərverdgarınızı əlləzi belə ki xələqəkum xəlq eləyib sizi vəlləzinə və o kəsləri ki min qəblikum sizdən qabaqdan vardılar ləəlləkum şayət olasınız siz təttəqun təqvakar əlləzi belə ki cəələ qərar verib ləkum sizin üçün ərzə yeri firashən döşənmiş və səmaə və göyləri binaən bina eləyib və ənzələ və nazil eləyib minəs səmaı göydən maən yağışlı suvi fəəxrəcə pəs xaric eləyib bihi ondan minəs səmərati meyvələri rizqən ləkum ruzi sizin üçün fəla təsəlu pəs qərar verməyin lillahi Allah üçün əndadən şərikləri və əntum və siz tə'ləmun bilə-bilə və in və əgər varsız və in və əgər kontum varsız fi rəybin şəkkidə mimma uzatdan ki nəzzəlna biz nazil eləmişik əla əbdina bəndəmzə fəətu pəs gətirin bi surətin bir sureyi min misli onun mislin vəd'u və çağırın şühədəəkum şahidlərinizi min dunillah Allah'tan suvay in kontum əgər varsız sadiqin düz danışan sədəqəllahul əliyyul əzim.